Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Hər vaxtınız xeyirli olsun. Bugün sizlərə Fitr bayramının namazını nə şəkildə qılmaq lazım olduğunu əməli bir şəkildə göstərəcəm. Fitr bayramının namazı 2 rükətdən ibarətdir. Fitr bayramı günü gün çıxandan ta zöhrə qədər qılmaq lazımdır. 2 rükətdən ibarətdir. Birinci rükətdə 5 təkbirətül ehram. Təkbirətül ehram dedikdə Allahu Ekber kəlməsi nəzərdə tutulur. Birinci rükətdə 5 təkbirətül ehram və hər bir təkbirdən sonra bir qunut vardır. İkinci rükətdə isə 4 təkbirətül ehram və hər bir təkbirətül ehramdan sonra bir qunut vardır və qunutda da istədiyiniz duanı oxuya bilərsiniz. Demək, bu şəkildə yerinə yetirilir. Niyyəti bu şəkildədir. Fitr bayramının namazını qılıram. Qurbətən ilallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. Bu surəni vələd-dalinə qədər, yəni sonuna qədər oxuyursunuz. Bu surəni bitirdikdən sonra İxlas surəsini oxuyursunuz. Yəni Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus-samed. Ləm yelid və ləm yulad. Surəni sonuna qədər oxuyursunuz. Bu birinci rükət olduğu üçün bu rükətdə 5 dəfə təkbirətül ehram və 5 dənə qunut vardır. Bu şəkildə yerinə yetirirsiniz. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. 5-ci qunutu yerinə yetirdikdən sonra bir dənə də Allahu Ekber deyirsiniz. Rukuya gedirsiniz. Rukudan qalxdıqdan sonra 2 səcdəni yerinə yetirirsiniz və qalxırsınız 2-ci rükətə. 2-ci rükətdə də Fatihə surəsini, yəni Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. Vələd-dalinə qədər, yəni surənin sonuna qədər oxuduqdan sonra İxlas surəsini oxuyursunuz. Təbii ki, istənilən surəni oxuya bilərsən. Mən İxlas surəsi ilə göstərirəm. İxlas surəsində bu şəkildə oxuyursunuz. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus-samed. Ta surənin sonuna qədər bitirdikdən sonra bu ikinci rükət olduğu üçün ikinci rükətdə 4 dənə təkbirətül ehram, yəni 4 dənə Allahu Ekber və hər bir təkbirdən sonra bir qunut vardır. Bu şəkildə yerinə yetirilir. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. 4-cü qunutu yerinə yetirdikdən sonra bir dənə də Allahu Ekber deyirsiniz. Gedirsiniz rukuya. Rukudan sonra 2 dənə səcdə yerinə yetirirsiniz. 2 səcdədən sonra təşəhhüd, salamı yerinə yetirdikdən sonra bayram namazınızı qılmış olursunuz. Vəssalamu aleykum və rəhmətullah.